İnsan məsələn, qonşuyla necə rəftar elədin? Ondan sonra dədə ilə necə rəftar elədin? Nənə ilə necə rəftar elədin? Heç çoxunun gəlib o mal dövlətinə çıxmayacaq. Elə burada kəsiləcəklər imtahandan. Deyirlər da, xoş ki, bunun ardın danışmağa ehtiyac yoxdur ki. Bir adam məsələn, valideyn haqqından çıxa bilməyə, bir adam imam haqqından çıxa bilməyə, peyğəmbər haqqından çıxa bilməyə, onun hərdəsən onun 1 milyard haram yemsən, ya 1 milyard ne eləmsən, oraya heç söhbət gəlib çatmır. Elə oradan çıxır gedir. O müqabilində sən nə eləmsən? Bu nemətin müqabilində sən nə iş görmüsən? Yaxşı, əməl elin, özdə, durub adam deyə bilər, mən əməl eləyirəm. Amma əla min bəyyinə. Hələ durub hər nə gəldi eləmən. Hər nə gəldi özdə din seçmən. Hər nə gəldi adın din qoymən. Öz həvai nəfsüzün istəklərin gətirib din kimi cəmaata təbliğ eləmən, cəmaata çatdırmən. Öz mənafeylərinizi elə bir növ məşruləşdirib, gətirib cəmaata demən, elə din budur. Əməl elin, əla min bəyyinə, açıq aşkar olan nəyə? Nişanələr var, onlara uyğun əməl edin. Allahın kitabı var, sünnət peyğəmbər var, sünnət məsumlar var, bunlara uyğun edin.